Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve accil feracahum ve feracena bihim. Salam bir daha əziz dostlar və sizləri yenidən salamlayır və Həzrəti Mehdi Əcəlallahu Teala Fərəcəhu Şərifin gözəl mövlud ərəfələrində və günlərində etdiyimiz söhbətin davamı olaraq bir daha sizlərə onun haqqında məlumat vermək istəyirik. Nə qədər imamımızı tanımış olsaq, o qədər xoşbəxt olmuş olarıq. Həm Allahın yanında, həm imamın yanında səadət tapmış olarıq inşallah. Bildiyimiz kimi məsumlarımızdan hədislər varid olubdur ki, hər kəs ki zamanə imamını tanımaya, yəni bir kəs ki imam-ı zamanını tanımaya, onun haqqında məlumatı olmaya və onun olduğunu belə bilməyə, onun yaşam tərzi, onun həyat tərzi cahiliyyət dövründəki insanların yaşam tərzi kimi sayılır. Və ölmüş olsa belə onların dövründəki insanlar kimi ölmüş olacaqdır. Bu isə təbii ki, həmin insan üçün bədbəxtlik əlamətidir. Biz isə öz növbəmizdə özümüzə vacib bilməliyik ki, zamanənin imamını tanıyaq və onun həyatını öyrənək və başqalarına da öyrədək. Əziz dostlar, İmam Mehdi sahibi zaman əleyhissalam İraqın Samirə şəhərində dünyaya gəlmişdir. Və bizim tarixlə 869-cu il, milad tarixi ilə 869-cu ildə iyul ayının 29-unda təqribən Samirə şəhərində dünyaya gəlmişdir. 941-ci ildə isə onun qeybət dövrü başlamışdır. Əvvəldə qeyd etdiyimiz kimi 5 yaşında atasını itirmiş, atası yəni şəhid olmuş. Allah ruhunu şad etsin. 11-ci imamımızın, 11-ci imamın şəhadətindən sonra oğlu axırıncı imam, 12-ci imam imamətə çatmışdır. Və o zaman 15 yaşı var idi. Və 5 yaşından sonra bu imam öz fəaliyyətinə, siyasi, dini fəaliyyətinə başlayaraq bütün onu sevərləri həm elmlə, həm mərifətlə, imanla həyati məsələlərini təmin etmiş və onlara bütün şəri suallarına və onların ehtiyaclarına, şəri ehtiyaclarına cavab vermişdir. Baxmayaraq ki, balaca və bizim gözümüzdə, yəni zehnimizdə 5 yaşında bir uşaq sayılırsa da Allah-u Teala onlara hikmət vermiş. Necə ki, Həzrəti Yəhyaya və Həzrəti İsa'ya beşikdə belə onlar üçün hikmət vermişdir. O da o qismdən və qəbildəndir ki, İmam Mehdi sahibi zaman əleyhissalam da balaca uşaqlıq vaxtından o hikməti əldə etmişdir və insanları idarə etmişdir bir imam kimi. Bir müddət insanlarla görüşmüş, yəni xüsusən də onun naibləri olmuş və o naiblər vasitəsilə insanlara xəbər çatdırmış və onlardan xəbər almış və suallarına cavab vermiş və onların təbii şəri məsələn ehtiyaclarına imamları kimi cavab verməyə və kömək etməyə çalışmışdır. Bu dövr qeybət-i suğra adlanır. Yəni İmam Zaman əleyhissalamın zalim xəlifələrdən çəkilib bir müddət kənarda qalması və onların gözündən gizlin olması bu müddət baş vermişdir. Onun həyatının 5 yaşından ta 329-cu Hicrət ilinə qədər, yəni 69 ya 70 il ərzində İmam Zaman əleyhissalam dövrün zalim xəlifələrinin şərrindən kənar çəkilib xalqa xidmətdə olmuşdur. Yəni insanlara xidmət etmişdir və gizlənməyə çalışmışdır Allahın əmri ilə ki, çünki zalim xəlifə onu və onun yaxınlarını axtarıb həlak etmək istəyirdi, şəhid etmək istəyirdi. Və buna görə də Allah-u Teala əmri ilə imam qeybət-i suğraya, yəni kiçik gizləniş dövrünə çəkilmişdir. Amma bu kiçik gizləniş dövründə yenə də o öz yaxın dostları ilə görüşər, insanlara kömək edərdi. Və onlardan 4-ü hamımıza məlum olduğu kimi Nəvvab-ı İmam adlanır. Yəni imamın qapısı, imamın naibləri, Nəvvab yəni naiblərin cəmi formasında işlənən bir sözdür ki, imamın naibləri adlanmışlar. Və onlardan birincisi Osman İbn Səid olmuş, ikincisi isə onun oğlu Muhammed İbn Osman olmuş, üçüncüsü isə Hüseyin İbn Ruhi Nubəxti olmuş, dördüncüsü Əli İbn Muhammed Səməri olmuşdur. Allah hamısına rəhmət etsin. Bu böyük şəxsiyyətlər bir müddət, yəni bəzisi 6 il, bəzisi 40 il, bəzisi 21 il, bəzisi də 2 il, yəni müddətində imama xidmət etmişlər və imamın vəsiyyəti ilə, tövsiyəsi ilə xalqa
naiblik etmişlər. İmam naibi kimi müştehidlərin indi hal-hazırda imam naibi olduğu kimi o zaman da naibi imamı onlar idi. Ancaq onlar bizim müştehidlərdən fərqli olaraq naibi xass idilər, yəni xüsusi naiblər idilər ki, onlardan başqası daha gəlməmişdir. Ancaq indi olan müştehidlərimiz, mərcəi təqlidlərimiz naibi amdırlar, yəni ümumi naiblərdirlər. Bu dörd naibdən başqa heç kəs naiblik iddiası edə bilməz. Və bunlara nəvvabi ərbəə deyirlər. Həm də əvvabi imam deyirlər, imam qapıları deyirlər. Bunlar imamın qapıları idilər. Və bunlar böyük şəxsiyyətlər olublar. Bəziləri ata oğul olub, bəziləri isə onlar dost olublar. Ancaq seçilmiş insanlar olublar və imam axırıncı naibindən sonra ona məktub yazır ki, artıq özündən sonra heç kimə vəsiyyət eləmə, bundan sonra artıq böyük qeybət-i kubra dövrü başlayacaq və mən Allahın izni ilə, Allahın əmri ilə nə vaxt isə onda zahir olacam. Və o gündən bu günə, yəni 329-cu hicrət ilindən, təqribən 940-cı ildən bu yana 1192 ildə artıq imam qeybdədir. Onun doğumu ilə bərabər hesablananda belə edir. Yəni 1190 ilə yaxın müddətdir ki, artıq imam böyük qeybət dövründə, yəni gizləniş dövründədir. Qeybət sözünün mənası qeyb sözünə götürülür, yəni görünməzdir, gizlindir. Qeybət-i kubra böyük, yəni gizləniş, qeybət-i suğra kiçik gizləniş adlanır və imam bu iki gizləniş dövrünü yaşanmış və onu hal-hazırda biz qeybət-i kubra dövründə yaşayırıq və imamı gözləyirik. Hal-hazırda imam özü də Allahın əmrini gözləyir ki, bir gün zahir olsun və dünyanı, insanları öz muradına çatdırıb, zülmdən xilas edib, haqq ədaləti bərpa eləsin inşallah. Allah Teala'dan istəyək, tezliklə imamımızın zuhuru bərqərar olsun və biz də onu görməklə gözümüzə sevinç gəlsin, fərəh gəlsin və ağamıza xidmət etmək şərəfinə nail olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.